Provokasya var. Nə o məsələdir ki, yəni absurd ittihamlarla irəli sürüldü və məhkəmə gedişatında ancaq bu hakimiyyətin öz həqiqi siması ortaya çıxdı. Biz onu bu 6 ay ərzində həqiqi sima ortaya çıxdı və hər kəsə bu hakimiyyətin siması məlumdur. Özlərinə biz təşəkkür edirik ki, öz simalarını insanlara gözəl surətdə göstərdik. Məhkəməyə münasibətim ondan ibarətdir ki, mən məhkəmədən çox açıq-saçıq məsləkə bir tamaşa adlandırıram. Çünki bilirsiniz ki, məhkəmə istintaqı tamamən həyata keçirilmədi, yarımçı saxlandı. Bunun da səbəbi ondan ibarətdir ki, hər bir məhkəmə prosesi demək olar ki, hakimiyyətin bir ifşası ilə nəticələnirdi. Bu da hakimiyyəti narahat elədi və onlar şərləyib həbs etdikləri adamın məhkəməsini belə axıra qədər həyata keçirməyə cəsarət eləmədilər. Bu məhkəmə prosesi kifayət qədər qanun pozuntularından müşahidə olundu. Həm şahidlərə təzyiqlər, həm məhkəməyə gələn insanlara olan təzyiqlər, həm məhkəmə araşdırması zamanı müdafiə tərəfinin təqdim etdiyi çox saylı vəsatətlərin təmin olunmaması. Bütün bunlar əsas verir ki, məhkəmədən ədalətli hökm gözləməyə inanmımız yoxdur bizim.